olmalıdır? Ümumiyyətcə uşaqların sosiallaşmasıdır, ilkin bilik bacarıqlarının formalaşmasıdır, sosiallıqla yanaşı standartlara uyğun olaraq uşaqların hər yaş qrupunda düzgün inkişaf edilməsidir, fərdi psixoloji yanaşmasıdır. Bunlar düzgün edilmədikdə uşaqlarda özgüvən əksikliyi olur. Nə qədər təhsilli, təlimli, tərbiyəli olsalar da bir uşaqda özgüvən düzgün formalaşmayıbsa, uşaq özünü düzgün ifadə edə bilmirsə, artıq demək olar ki, biz cəmiyyətə yararlı vətəndaşlar və yaxud da işıqlı gələcək vəd edə bilmərik. Əlbəttə. Ona görə də məktəbə qədər təhsil, xüsusən də bağçanın rolu uşaqlarda çox vacib və çox önəmlidir. Bilirsiniz ki, hər şeyin ilki çox ayrı bir his, ayrı bir zövq verir. İlki yaşatmaq da çətindir, ilki düzgün formalaşdırmaq da çətindir. Çox əfsuslar olsun məktəbə qədər sahədə qeyri-peşəkarların toxunuşu ilə artıq uşaqlarımızda böyük bir travma yaranır və eyni zamanda da psixoloji ilə yanaşı valideynlərinizin də yönlənməsi qarışanda, peşəkarların işinə müdaxilə eləyəndə qeyri-peşəkar tövsiyələrin istək və arzularını nəzərə alanda ortada zərər çəkən uşaqlar olur.